Biz senden fəxr edirik. Atanın, bütün xalqımızın gözü aydın olsun. Avqustun 31-də Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunduqdan sonra Prezident İlham Əliyevin fərmanı ilə əhv olunub. Havalimanından birbaşa evə gətirilən zabit azadlıqda olmasını ailəsi, qohum və qonşuları ilə qeyd edib. O, jurnalistlərə açıqlamasında bildirib ki, həbs müddəti onun üçün çox çətin keçib. Çətin keçdi. Qürbətdə və tək adamlıq kamerada hər halda siz özünüzə təsəvvür edərsiniz. Çox şey deməyə ehtiyac yox. Ramil, geriyə dönəndə o gün barədə nə fikirləşirsiniz? O günə dönmək istəməz. Ramil Səfərov deyir ki, həbsdə olanda Azərbaycan barədə hər şey onu kövrəldib. O, Macarıstandan ölkəyə ekstradisiyası ilə bağlı isə deyib ki, mənim vətənə gətirilməyim və Cənab Ali Baş Komandanın əfv fərmanı imzalaması tamamən həm beynəlxalq qanunlara, həm də Azərbaycan Respublikasının konstitusiyasına müvafiqdir. Bundan kimlərsə narazı qaldı, qalmadı, bu artıq onların öz işidir. Zabitin atası Sahib Səfərov da oğlunun ölkəyə gəlişini eyni zamanda əfv olunmasını sevinclə qeyd edir. Həm vətənə gəldi, həm Cənab Prezident çox sağ olsun ki, əfv elədi, bundan artıq nə olmalıdır? Azərbaycan xalqına sevinç bəxş elədi, iki tərəfli sevinç bəxş elədi. Azərbaycan xalqının adından, bütün nətər deyirəm sənə, Ramil Səfərov adından dövlətin başçımız minnətdarlığımızı bildiririk. Bu işdə kömək olandan sonra, bu işdə əməyi olan, bu vaxta qədər bizə dəstək olan, təskinlik verən insanların hansında öz minnətdarlığımı, öz təşəkkürümü bildirirəm. Qardaşı İlqar Səfərov isə Ramilin onlar üçün yenidən doğulduğunu deyir. 9 illik həsrətimiz bitdi, qovuşduq, o bizə, biz ona qovuşduq. Bundan böyük bir sevinç, sanki Ramil bizim üçün yenidən dünyaya gəlib, yenidən həyata gəlibdir. Çox xoşdur, çox sevmişdik. Yaxşı hiss edirəm özümü, xoşbəxt hiss edirəm özümü. Çox sağ olun, təkrar vətəndə olmaq gözəldir. Ailəsi ilə görüşdükdən sonra Ramil Səfərov Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.